İlk məktəb elə ana qucağıdır. O uşağı ana sivilizasiyanı, mədəniyyəti ümumi olaraq ana ötürür. Davranışı ilə, sözü ilə, kəlməsi ilə, fikirləri ilə. Mesela hədislərdə var ki, beşikdən qəbrə qədər oxuyun. Beşikdən deməli oxumaq olurmuş. Deməli beşikdən nəsə uşaq nəsə algılaya bilir də. Hədis elə belə deyilməyib ki, onun eşitdikləri, onun gördükləri, o artıq onun gələcəyi ilə birbaşa əlaqəsi var. Onu təsir göstərir və ələlxüsusda ana ilə çox ünsiyyətli olduğuna görə ana çox təsir göstərir. Və biz bunları unutmamalıyıq. Və bu gün məsələn ana uşağı atsın, getsin, gələndə də yatsın, uşaq hərdən o ananın üzünü görsün. İndi burada bir dənə sual çıxa bilər ki, necə balanslaşdıraq? Balanslaşdırma nədir? Bir dənə qayda tətbiq ediblər balanslaşdırmaq üçün. Kəmiyyəti keyfiyyətlə əvəzləmək qaydası. Məsələn, sən evdar xanım 18 saat evdədir. İndi axı 18 saat deyil. Misal üçün 3 saat evdə olacaq. 3 saatda sən elə bir mərhəmət göstər balava ki, elə bir qayğı göstər ki, 18 saat əvəzləyə bilsin. Ay yoruldum da yatdım belə, o gəlmirsən. Otur indi o məhəbbəti ötür balava. Analıq vəzifəsini 10-cu dərəcə eləməyin əleyhinədir İslam dini. Bu statusu itirmək olmaz.